Hara gedirəm işə götürmürlər, hara gedirəm işə götürmürlər. Bizsə zəng eləyəcək, bizsə zəng eləyəcək, bizsə zəng eləyəcək, bizsə zəng eləyəcək. Bəsdirdən dedim, nə eləyim mən bunları maraqlandırım ki, bir nəsə ilişim, başlayayım. Ən birinci iş yerim ofisiant olaraq işləmişəm. Bir dənə kafe idi, Xalqlar tərəfdə, Əhməd tərəfdə, Ordubad kafesi. Yəni day-day yox idi ha. Bircə ailəm dəstək oldu ki, elə də yaxşı olar. Arzulayırdım çox şeyləri, sevə-sevə eləyirdim və çox şeylər qabağıma gəlib çıxırdı. Bir makina ilə başladım, çox bərbad gündə tikirdi kostyumları, bir dənə də dərzim var idi. Mənim üçün, mənim işçilərim, mənim komandam, mənim ailəmdir. Mən onları çox sevirəm. Bugünkü gündə bizim Azərbaycanda ən böyük fabrikadır, kostyum istehsal olaraq. Çoxu deyir, mümkün deyil, büdcəsiz falan. O negativli insanlardır. Altdan kommentariyalar yazırlar, nə bilim, hansı oliqarxın oğludur yazırlar. Siz rahat yol axtarmayın. Rahat yolla qazanan uğurlar da sizi qabağa aparmayacaq. Yəni, bir müddətdə uğurlar olacaq. 101% canınızı qoyun. 100% azdır. 101% canınızı qoyun, başa düşən başa düşəcək. Dərələrəm! Ruslan Məmmədov, Mario Russo brendinin təsisçisi. Standartını deyəndə ki, mən Ruslan Məmmədov falan təsisçisi, bundan başlamışam, buna getmişəm, sonra o bəzi nağıllar danışırlar, onlar xoş gəlmir. İnsanlar düzünü eşitmək istəyir, insanlar təbii ki, gözəl nəticə görmək istəyir. İnsanlar o gözəl nəticəni, sənin əsl çəkdiyin əziyyətini və onların yollarını, qaydasını görmək istəyir. Ona görə də mən istəyirəm, sizin verilişinizdə iminə onu danışım. Yəni, biz necə əldə etmişik, necə gəlmişik, nədən həqiqətən başlamışıq və nə nail olmuşuq, yəqin ki, çoxlar bilir. Elə axırını danışıb, sonra əvvəlinə gəlib çıxım. Axırı odur ki, yəni bugünkü gündə bizim Azərbaycanda ən böyük fabrikadır, kostyum istehsal olaraq. Bizdə Made to Measure